Amerika Birləşmiş Ştatları və İsrail müharibəyə başlamasının əsas hədəfi İran rejimini çökdürmək idi. Ya bu alınmasa zəiflətmək, ya da ki, Venezuelada olduğu kimi sözə baxan etməkdir. Müharibə dönəmində bunların heç biri alınmadı. Yəni İrana böyük zərbələr dəydi, rəhbəri heyəti öldürüldü, raket potensialı azaldı, hava müdafiə sistemləri dağıdıldı, hərbi gəmilər dağıdıldı, amma rejim dəyişmədi. Mənə elə gəlir ki, indi artıq həmin ssenari reallaşmasına başlayıb Amerika, müharibəsiz. Yəni, müharibə ilə alınmadı, indi müharibəsiz rejimi çökdürmək siyasətinə sürətlə başlayıb Amerika Birləşmiş Ştatları. Bunu heç Trump da gizlətmir. Bu nə deməkdir? Bu o deməkdir ki, Hörmüz boğazını hələ mühasirədə saxlayacaq Amerika. Artıq İran neft sata bilmir. Tankerlər doludur. Neft istəsə bunu harada satmaq lazım, harada saxlayasan. Və İrandan da maraqlı xəbərlər gəlir. O barədə maraqlı ki, yəni artıq belə deyək də, zavodlar bağlanır, iş yerləri azalır, banklar maliyyə qıtlığı ilə üzləşiblər, əmək haqqları verilə bilmir və hətta artıq İran kəşfiyyatı belə hesabatlar rəhbərliyə göndərir ki, bu vəziyyətdən çıxış yolu tapılmasa, ya ölkədə narazılıq yenə də artacaq. Yəni Amerikanın da məqsədi məncə artıq bundan sonra bu olacaq ki, iqtisadi zəmində İranı çökdürmək. Məncə müharibəyə elə ehtiyacı olmayacaq Amerikanın. Lokal toqquşma olarsa bu hansı böyük toqquşmaya gətirib çıxara bilər. Amma indiki halda məncə Trump müharibə əvəzinə ki, artıq nəticələrini də görür bu siyasətin, iqtisadi zəmində İranı boğmağa çalışacaq ki, İran hakimiyyəti və Sepah rejimi içində fikir ixtilafı da dərinləşsin və bu siyasətini bir müddət davam etdirəcək. İranın ehtiyatları da azalır. Abbas Araqçı İran Xarici İşlər bu günlərdə Moskvaya səfər etmişdi. Yəni saman çöpündən yapışmaya da hazırdılar. Tək hardansa nəsə dəstək alsınlar. Amma Rusiya nə dəstək verə bilər ki, Rusiyanın özü bu ağır vəziyyətdədir. Ukrayna müharibəsində ilişib qalıb. Biraz hərbi texnika göndərə bilər, vəssalam. Çin də biraz hərbi texnika göndərə bilər. Amma maliyyə verməyəcəklər. Nə Rusiya, nə də Çin. Çünki bilərək ki, İran bu maliyyəni qaytara bilməyəcək. Bilərək ki, İran neft sata bilmir və bilərək ki, yenə də müharibə başlaya bilər. Niyə pul versinlər ki İrana? Yəni artıq bu istiqamətdə də İranın qazanacağı bir nəticə olmayacaq. Baxın, müharibə dönəmində Trump daha optimist açıqlamalar verirdi. İran hakimiyyəti ağıllanıb, tam əksini deyir, ağıllanıb, mənlə razılığa yaxınlar, orada deyir, bir şəxs var, mənlə məsləhətləşmək, nəticə əldə etmək istəyir. Çox ekspertlərin çoxu dedi ki, bəs Qalibafın işarə edir. Amma indi Trump bunların heç birini demir. Niyə demir? Çünki iqtisadi boğmanın nəticələrini, faydalarını görür artıq. Görür ki, yəni iqtisadi zəmində İranı boğsalar, belə deyək də, İran rejimi zəifləyəcək. Müharibə İran rejimini belə deyək də, Sepahı zəiflətmədi. O baxımdan ki, liderlərini itirsələr də gücünü özündə saxladı. Amma indi iqtisadi vəziyyət Sepahı zəiflədə bilər. Çünki Sepah hakimiyyəti tam ələ alan Sepah 92 milyonluq əhalini yedizdirməli, içizdirməli, iş yerlərlə təmin etmə, maaşlarını vermə. Bunu necə edəcək belə ağır iqtisadi vəziyyətdə? Yenə də atacaqlar məsuliyyəti Pezeşkiyanın boynuna. Pezeşkiyan bu qədər problemin altından çıxası deyil. Və Pezeşkiyan da açıq deyəcək ki, yəni müharibəni siz apardınız, danışıqların əleyhinə siz oldunuz. İndi məndən tələb edirsiniz ki, İranın iqtisadi və sosial problemlərini həll edim. Necə həll edim? Hörmüz boğazında qapalı. Heç olmasa Amerika ilə ilkin razılaşma olsa da biz deyəndə İranı nəzərdə tutar. İran mühasirəni dayandarsa da Amerika da mühasirəyə son verər. Siz bunu da etmədiniz. Neftimizi də sata bilmirik. Mən necə bu məsələləri həll edim? Abbas Araqçı bu məsələləri necə həll etsin? Qalibafın özü necə həll etsin? Siz əgər hər şeyə nəzarət edirsiniz, zəhmət çəkin, siz də bu həll yolları göstərin. Bu cür məncə dərin fikir ayrılıqları artıq yaranıb. Hətta Sepahın içində də bu fikir ayrılıqları getdikcə dərinləşəcək. Bu iqtisadi məsələləri həll etmədikcə. Trump da buna işarə edir son açıqlamasıyla. Deyir, ağıllarını itiriblər. Yadınızdaca belə açıqlamalar verməzdi Trump. Əksinə deyirdi, razılığa yaxındılar, sağ olsunlar. Hətta bəzən tərifləyirdi İrandakı rejimi. İndi bunların heç birini demir. Heç birini demir, çünki görür ki, Hörmüz boğazını mühasirədə saxlamağın faydaları var. İqtisadi zəmində İran geriləyəcək. Düzdür, ümid edirlər ki, birazdan xalq yenidən ayağa qalxsın.
Yəni bunu söyləmək çətindir, ayağa qalsa da yəqin ki, o separ rejimi yenidən qətliam törədəcək. Amma fakt bundan ibarətdir ki, iqtisadi zəmində bu separ rejimi problemləri həll edə bilməyəcək. Səfərbərlik adətən müharibə günlərində olur. Müharibə günlərində hakimiyyətə qarşı heç kim çıxmaz. Bu psixoloji amildir, bütün dövlətlərə aiddir. Hakimiyyətdən narazı qüvvələr də etiraz etməzlər. Çünki dövlət başqa bir dövlətlə müharibə aparır. Amma bu o demək deyil ki, bütün xalq səfərbər olundu İranda. O küçələrdə rejimə dəstək verənlər deyəlim ki, cəmiyyətin 25-30%-dir. 70% haradaydı. Yəni evlərdə oturub etiraz etməsələr də dəstək də vermirdilər. Müharibə dövründə bəli, onlar səslərini çıxartmadılar. Çünki dövlətvə qarşı müharibə gedir, özünün də evə bomba düşür, yaxınlarını da itirə bilərsən, baxmayaq ki, rejimdən sən narazısan. Amma müharibə indi ara verilir. İndi insan çıxır çölə çörək almağa. Gedir çörəyi görür, bahalaşıb. İş yerinə gedir, iş yeri yoxdur. Banka gedir ki, məsələn, keçən ildən biraz ora pul qoyub ki, o pulunu çıxarsın, o pulu çıxara bilmir. Nə etməlidir bu insan? Bunda etiraz etməli. Düzdür, etirazın riskləri var. Çünki yanvardakı etirazlarda özlərinin dediklərinə görə rejimin 3000-dən çox insan oldu. Halbuki real rəqəmlər bunlar 3 dəfə, 4 dəfə çox oldu. Yəni etiraz riskləri var ki, etiraz atsa yenə də bu rejim güllə atacaq. Amma çarəsiz qalan vətəndaş nə etməlidir? Evinə çörək apara bilməyəcəksə, maaş evə gətirəməyəcəksə ki, halbuki əvvəllər pis yaxşı bunu edə bilirdi. Bunlar da əlindən çıxırsa və bunlar nəyə görə əlindən çıxır? Bu sepah rejiminə görə əlindən çıxırsa ki, Amerika ilə razılaşma əldə olunmalı halda razılaşmaya getmədilər. Əvvəlki illərdə də razılaşma olsaydı bu müharibə də olmazdı. Bu kritik vəziyyət. Bunların heç birini qəbul etmədilər. İndi də qəbul etmirlər. Sonadək mübarizə. Özün mübarizə apara bilərsən. 92 milyonu necə mübarizəyə səsləyəcəksən? Tutaq ki, bir 10 milyonu arxanca apardın. Qalanlarını apara biləcəksən arxan. Ona görə mən hesab edirəm ki, əlbəttə etiraz olacaq. Bu hansı formada olacaq, bunu yəqin gələcək aylarda biz müşahidə edəcəyik. Çünki bu ağır vəziyyətdə yenə təkəm. Sepah rejimi bu ağır vəziyyətdən çıxandır. Yeganə həll yolu məncə daxildə islahatlara getməkdir. Yəni, ən əsasında konstitusiyanı dəyişməkdir. Vilayət fərqdən imtina etmək lazımdır. Qardaş, bu prezidenti xalq seçmir. Qoy bu da hər şeyə görə məsuliyyət daşısın. Qoy parlament məsuliyyət daşısın. Sepahı xalq seçməyib, ali dini lideri xalq seçməyib. Amma onlar hamının başı üstündə hər şeyi idarə etməkdir. Belə konstitusiyanı əlbəttə İrana xoşbaxt gələcəyi gözləmir. Amma yox, ağıllansalar ki, bunu az ehtimal edirəm. Amma tutaq ki, kiçik ehtimal, ağıllansalar, desələr ki, bu vəziyyətdən biz çıxmalıyıq, məsuliyyəti qoyaq seçkili orqanların boynuna, konstitusiyaya dəyişikliyə gedək ki, hansı ki, İslam inqilabı dövründə də bu məsələ ilə bağlı ciddi fikir ixtilafı yaranmış. Hətta Xameyninin ətrafında da, mərhum Xameyninin ətrafında. O vaxt Xameyni qəbul etmədi onların fikrini, ətrafını, hətta bəzən ev həbsinə göndərdi. İndi o mövzu yenidən gündəmdədir ki, ölkəni kim idarə etməlidir? Ölkəni xalqın seçdiyi sivil idarə etmə nəzarətdə saxlanmalıdır, yoxsa güc strukturları, dindarlarla güc strukturları bir yerdə. Yox, əgər bunlar düşünürlər ki, yenə də 47 ildə olduğu kimi güc strukturları, dini, dindarlar bircə idarə etməlidir, hansılar ki, xalq seçmir. Onda bu tələdən, bu girdabdan çıxarılmayacaq. Yox, ağıllı qərar versələr və daxili auditoriya, xarici auditoriya bir mesaj versələr ki, biz islahatlara gedirik, referendum keçəcək, Ermənistan da deyir, baxın, bu il içində konstitusiya ilə bağlı referenduma getməli. Düzü, Paşinyan qələbə çalsın. İran da bu yolu seçsə, bəlkə vəziyyətdən çıxış yolu tapar. Suriya örnəyinə bir fikir versin də İran. Bəşər Əsəd keçən ilə qədər deyirdi, keçən dekabrın mən gücəm, mən beləyəm, mən eləyəm, İran ona dəstək verir, Hezbollah dəstək. Hanı indi Bəşər Əsəd qaçdı, yerinə başqa qüvvələr gəldi. Yəni, reallıq dəyişdi. Əgər bu şəkildə İranda dəyişiklik istəmirsə sepah, güc yolundan qarşıdurma, vətəndaş qarşıdurması, yəni ağılla qərar vermək istəyirsə, siyasi islahatlara gedər. Amma gedəcəkmi, bu məndə şübhə doğurur. Çünki məntiqlə qərarlar qəbul olunsa, heç bu müharibə də olmaz. Trumpın konqreslə qarşıdurması mümkün deyil, çünki onsa müharibəyə ara verilib. Yəni 60 gün limitini keçmədən də müharibə dayandı. Müharibə ki, getmir ki, konqresin nəsə icazəsi olsun. Müharibə getdiyi dövrdə onun rəqibləri Demokratlar Partiyası bir neçə dəfə səs verməyə çıxartmağa çalışdılar bir məsələni ki,
Trump müharibəni dayandırdı. Amma səsvermədə demokratlar məğlub oldular. Heç öz içərilərindən də prezident əleyhinə getmədilər. Amerikada bu, yəni bir qayda var. Yəni, Trumpa müxalif olan qüvvələr ola bilər, prezidenti, amma ölkə müharibə şəraitindədirsə, prezidentə adətən mane olmurlar qanunverici səviyyədə. İndi də müharibə əslində getmir. Yəni, konqresə xüsusi səsvermə keçirməyə də ehtiyac yoxdur və ya Trumpın konqresin hərsinə də ehtiyac yoxdur. Yəni, Trump artıq məncə müharibəyə fasilə verir. Yəni, ritorikası da dəyişib, İrandakıları da tənqid edir. Bu da nə deməkdir? Görür ki, iqtisadi belə sıxışdırma səmərə verir. Ona görə bu yola məncə üstünlük verəcək Amerika Birləşmiş Ştatları. Müharibə yolu ilə rejimi dəyişdirə bilmədicə, indi iqtisadi boğmaq və sanksiyalar yolu ilə İrandakı vəziyyəti daha da ağırlaşdırmağa çalışacaq. İqtisadi vəziyyətin ağırlığı səbəbindən. Yəni, ölkə əhalisi 5-10 milyon olsaydı, deyərdim ki, birtəhər idarə eləyə bilərlər. Yəni, dəmir yolu var da Çinlə, ora neft satar, biraz pul əldə edər, Rusiyadan nəsə dillənər. Amma ölkəmin əhalisi 90 milyonu ötüb və sənaye müəssisələrinin bir çoxu dağılıb, iş yerləri yoxdur. Ona görə Trumpın bu məsələdə konqreslə məsləhətləşməyə ehtiyac yoxdur. Bu saat o daha çox müşavirlərini eşidir. Məsələn, biz Trump'a öyrəşmişik ki, bəzən ağlına gəldi, onu da deyir. Amma bu dəfə məncə ağıllı artıq gedişlər etməyə məcburiyyətindədir. Yəni, müşavirlərin hesabatlarını nəzərə alır. Bax, Hörmüz boğazının qapadılması bu Trump'ın ideyasıdır. Bu, həmin Amerikadakı beyin mərkəzlərinin və ətrafındakı müşavirlərinin ona təklif etdiyi yoldur. Və bu yol, bəli, İrana ciddi problemlər yaradır. Yəni, hətta bir ara müşavirlər Trump'a da məsləhət görmüşlər ki, gündə 10 dəfə açıqlama vermə İranla bağlı.